Fidan xanım səhəri əməliyyata gedəcəyi üçün ev eşiyini tərtəmiz təmizləyir ki, ev işi təmiz vəziyyətdə olsun. Anasının sözləri yadına düşür. Anası buna həmişə deyirmiş ki, qızım evini tərtəmiz saxla, qəfil qonağın gələr. Qonaq deyəndə həm bir adi qonaq və yaxud da ki, qəfil qonaq bizim ölümümüzdür. Bunlar gözlənilməz şeylərdir. Ona görə həmişə deyirmiş ki, ev eşiyini təmiz saxla. Fidan xanım da ev eşiyin təmizliyin görəndən sonra anasının bu sözlərini xatırlayır. Fidan xanım sevib evlənmişdi. Onun sevgilisi kasıb, atasız, anasız bir oğlan uşağı idi. Nənəsi onu böyütmüşdü. Fidan xanım da onunla sevişiblər, bir-birini sevib evlənmişdilər. Amma Fidan xanım qaçaraq evlənmişdi. Ona görə atası Fidan xanımgillə barışmırdı. Kürəkəni çox cəhd eləsə də, barışmaq istəsə də, onun qaynənəsi də ərinə çox yalvarırdı ki, bəs onları bağışlasın, onlar barışsınlar. Amma Fidan xanımın atası heç vaxt onları bağışlamır və qızını bir daha bağrına basıb əzizləmir. Belə olur ki, bunlar bir ev tuturlar, orada yaşayırlar. Bunların bir oğul uşaqları dünyaya gəlir. Amma doğuş çox ağır keçdiyindən qanaxma baş verir. Həkimlər məcbur qalıb Fidan xanımın uşaqlığını götürürlər. Bir daha Fidan xanımın evladı olmur. Bundan Fidan xanım çox kədərlənir, qüssə keçirirmiş. Əri buna daim ürək-dirək verirmiş ki, xanım bundan heç kədərlənməyə dəlməz. Şükür Allaha ki, Allah Taala bizə bir oğul evladı qismət eləyib. Bu da bizə bəsimizdir, kifayətdir. Bundan ötürü narahat olma günəm. Belə olur, bunlar uşaqların çox əzizləyirlər. Hər cür onun üçün çalışırlar, şərait yaratsınlar, oxutdururlar və evləndirirlər. Lakin bunların sevincə çox çəkmir. Bunlar bir gün toyda göyə ateş açılan silahlardan göyə ateş açarkən bu güllələrdən biri Fidan xanımın ərinə dəyib onu öldürür. Bunu beləliklə bunların sevinci kədərə çevrilir. Amma bu oğlu ilə gəlini bundan sonra, atasının ölümündən sonra bu anasının gec-gec ziyarətə gəlib deyirlər. Anası həmişə arzu edir ki, oğlu gəlini gəlib bunu tez-tez ziyarət eləsinlər. Bir gün anadır, ürəyi dözmür, durur gedir oğlu gilə ki, onları görsün. Qapıya çatanda təsadüfən qulaq müsavir olur. Görür ki, gəlini oğluna deyir ki, ərinə deyir ki, nəmada birdən anan gəlib burada qalmaq istəyər. Deyər təkəm, qorxuram, qocalmışam. Bunu mən heç cür qəbul eləyə bilmərəm. Qonaq kimi gəlib qalsın, otursun, getsin. Amma burada qalmasına mən heç cür razı ola bilmərəm. Oğlan yoldaşına deyir ki, yox, mənim anam elə bir söz deməz. İşte elə bir söz də desə, mən onu dillə yoluna qoyaram. Qadın bu sözləri eşidir, çox peşman olur, kədərlənir, nəhayət gəlir, biraz oturur. Biraz oturandan sonra qalxır ki, bəs mən evimə getməliyəm, sabah xəstəxanaya gedəcəm, əməliyyat olunacam. Oğlan hardansa ürəyi yanmışlıq edir. Deyir ki, ana, onda mən səni gəlib sabahları götürüb xəstəxanaya apararam. Fidan xanım gəlir evlərinə, yatır, səhər durur. Oğlu gəlir bunu
götürür, aparır xəstəxanaya. Fidan xanım xəstəxanaya gedəndə dönür bir daha kədərlə ev eşiyinə göz gəzdirir. Bunlar yol gedəndə anadır da əməliyyata gedəcək, həyəcanlıdır, kədərlidir. Oğlu bir kəlmə də olsun ağzını açıb danışmır. Onda amma halbuki ananın sözə ehtiyacı vardı, ona ürək dayaq, dirək vermək lazım idi. Oğul isə daş kimi oturur, bir kəlmə də olsun ağzını açıb danışmır. Nəhayət bunlar xəstəxanaya çatırlar. Həmşirə gəlir ki, Fidan xanım növbə sizindir, getməliyik əməliyyat otağına. Ana da kövrəlir, dönür oğluna sarı, qollarını açıb oğlunun boynuna sarılmaq istəyir, deyir, oğul, əməliyyata girirəm, ölüm itim dünyasıdır, bilmək olmaz. Oğlan səslə, ucal səslə deyir ki, ana bəsdir də, sən də lap hər şeyi ağardırsan. Əməliyyatdır da, nə olacaq? Girəcəksən, sağ-salamat çıxacaqsan. Heç bir şeyə gərək yoxdur. Arvad bundan məyus olur, qolları düşür yanına. Nəsə qoşulur həmşirəyə, ağlaya-ağlaya gedir əməliyyat otağına. Bunlar əməliyyat otağına getməkdə, oğul da xəstəxanadan çıxıb gedir evlərinə. Gedib evdə arvadını götürüb, qəhvaltı eləmək üçün gedirlər qaynənəsi gilə. Qaynənəsi görür ki, göznəsi ilə qızı gəlir. Bunlara ikrah hissi ilə baxır, deyir, bala, siz burada nə gəzirsiniz? Bəs sənin anın əməliyyat olacaq axı. Siz bura gəlmişsiniz? Deyir, hə, anamı apardım, qoydum xəstəxanaya, indi gəlmişəm bura. Arvad çox bunları süzgün baxışlarla süzür, heyfslənir bunların bu hərəkətlərinə. Ərinə deyir ki, bəy, qalx gedək xəstəxanaya. O qadının bizdən başqa heç kimsəsi yoxdur. Əməliyyat olub tək, onun xəstəxanada heç kəs gözləmir. Oğlan onda deyir ki, gəlin mən sizi aparım xəstəxanaya. Götürür bunları, gətirir xəstəxanaya. Bunlar xəstəxanaya çatanda əməliyyat otağından çıxan həmşirə deyir ki, Fidan xanımın yaxınlarından kim var burada? Oğlan qabağa çıxıb deyir ki, mən onun oğluyam. Deyir ki, çox təəssüflər olsun, biz Fidan xanımı qutara bilmədik. Xərçəng onun bütün bədənini basmışdı. Ona görə biz Fidan xanımı itirdik, başın sağ olsun. Bundan peşman olan oğul ağlamağa başlayır. Nəhayət aparıb anasını dəfn edirlər. Həmişə oğlan gedib anasının qəbri üzərində dayanıb. Deyir, ana, mən bilmədim sən öləcəksən. Sənin boynuna sarılardım. Sənin mənə sarılmağına icazə verərdim. Ey nankor evlad. Məgər ölümün biləndə ona icazə sən verməliydin? O artıq ölüb. Sənin sonraki peşmançılığında heç bir faydası yoxdur. İnsanın sağlığında qədrini bilmək gərəkdir. Bu rəvayətlər danışılır. Nə üçün danışılır? Bu rəvayətlər boş yerə yaranmayıb. Həyatda insanların başına gələn şeylərdən yaranıb. Yaşlı nəsil bunları sizə söhbət eləyir ki, onların etdiyi səhvləri siz eləməyəsiniz. Amma bəzi
evladlar dözümsüzlük göstərir. Valideyn qədrini bilmir. İndi hay getsən onun başdaşı ilə danış ilə. Əlindən nə gələcək? Mən arzu eləyərəm ki, bizə nankör evladlar qismət olmasın. Allah heç kəsə nankör evlad göstərməsin. Hər birinizə xeyirli evlad arzulayıram. Bu ümidlə də sizdən ayrılıram. Çox sağ olun, minnətdarım.